Baş dərisində yaşayan mikroorqanizmlər, bakteriyalar, göbələklər və mayalar saç sağlamlığında mühüm rol oynayır. Baş dərisinin mikrobiomu, Malassezia göbələyi, Cutibacterium acnes və Staphylococcus epidermis kimi mikroorqanizmləri əhatə edir. Bu mikroorqanizmlər baş dərisinin pH səviyyəsini tənzimləyir, sebum istehsalını idarə edir və zərərli patogenlərin artmasına maneə törədir. Balanslı bir mikrobiom baş dərisini sağlam və saçları güclü saxlayır. Bu barədə Dr. Vijay Kumar News Medical'a verdiyi elmi məqalədə bəhs edib. Əgər bu mikrobiom balansı pozularsa, kəpək, qaşınma və saç tökülməsi kimi problemlər yarana bilər. Mikrobiomun qorunması üçün mütəxəssislər hər gün saç yumağın ziyan olduğunu qeyd edirlər. Bundan əlavə həddindən artıq gec saç yumanın da kifayət qədər fəsadları sadalanır. Həftədə 2 dəfə yumaq, prebiotik və probiotiklərlə zəngin qidaları istehlak etmək, ən əsası isə stressdən uzaq durmaq saçlarınızı qoruyan, bəsləyən ən vacib şərtlərdir, deyə həkim bildirib.